Belə olan halda nüvədəki işıq azalarmı və son nəticədə bu işıq qədəri tükənə bilərmi? Tükənməzmi? Ümumi halda cəm kainatlarda olan planetlərin hamısının mərkəzi ağ nüvə ilədir. Var aktiv nüvəli aktiv planet, var passiv nüvəli passiv planet. Hər iki halda, yəni istər passiv, istərsə də aktiv planet olsun, öz mərkəzinə, yəni nüvəsinə özü-özündən işıq payı ayırıb artıra bilmir. Hər varlıq öz işıq payından paylıdır. Yəni işığı sərf etmir. Onu ətraf zərrə işıqları ilə bölüşür. Bölüşməsəydi, aktiv tükənər, passiv isə tamamilə yaranış varlığından, yaranışdan məhvə, ölümə məhkum olmuş olardı. Yox, əgər hər planet, hər varlıq özü-özünə işıq payı ayırıb, özünü varlıq edə bilsəydi, yenə də deyirəm ki, onda yaranışlar arasında zorakılıq, bir-birinə hakimlik, güclü, gücsüz kimi anlamlara uyğun gələn hərçmərçliklər və son nəticədə böyük yaradan yaranışlar arasında vəhdətsizliklər, ardıcılsızlıqlar olardı. Yəni bu hal labüd, qaçılmaz olardı. Amma passiv və ya aktiv məkan mərkəzi böyük yaradan işığı ilə paylıdır. Demişdik ki, bəşər də yaranarkən sinəsində o işıqdan paylı olur. O pay tükənməyəndir. Çünki sərf edirsə, ətrafı onu hifz edir. Yəni ətrafda və kainatlarda olan zərrələr hərəkəti bir vəhdət bağlılığındadır. Sərf edər, həm də sərfi qədərində ətrafdan, kainatlardan zərrə işıqları ilə yenə də bir bağlılıqda olar. İşıq yaradanın, zərrə işıqları yaradanın, hər görə, hər dərk edə bildiyin yaradanındır. Vəhdət bağlılığı yaradanın, hər yaranış yaradanındır. Vahid, aktiv nüvə deyək ki, aktivdir. Bəs passiv niyə passivdir? Olmazdımı ki, planetlərin hamısı aktiv və ya əksinə hamısı passiv olaydı? Cəm kainatlar ilkdən, o yaranış anından sizin astronomiyanızda əsl həqiqəti işıqlandırmayan, riyazi formullarla yaradıb təsəvvür etdiyiniz ulduz tərkibli, ulduz quruluşlarla deyil, nisbətən elmini mənimsəyə bildiyiniz planet quruluşlu varlıqlar ilədir. İlkdən hər planetin nüvəsindəki işıq qədəri bərabərlikdən idi. Bərabərlik prinsipi ilə meydana gəlmişdi və onların kütləsinə mütənasib qədərdə idi. Amma bu yer məkanında ki, ilk müqəddəslər təyinli olub göndərildi, müddətlər ərzində nüvə nüvədə aktivləşdi və yerin öz kütləsindən səthinə su qalxdı. Onunla bərabər Günəş də mərkəzdə olmaqla ətrafına öz həcminə, kütləsinə mütənasib işıq qədəri saçdı. Yer məkanı aktiv oldu. Yaradıcılığa kömək üçün Günəş də aktiv oldu ki, yaradıcılıqlar arasına və yaranmışlara işıq qədəri saçsın. Beləliklə, yer kürəsi bəşər yaşamı üçün təyinləndi. Günəş isə ətrafa, yaranışlara həmahəng işıq zərrələri saçdı. Demişdi ki, kainatda 6 bu cür yaşamlı planet və 6 işıq şüası saçımlı Günəş var. Qalan ulduz dedikləriniz varlıqlar isə Günəş tipli göy cismi deyil və bu Günəşə nisbətdə passivdirlər. Əgər hər bir planet kainatlarda aktiv olmuş olsaydı, onda kainatlarda zərrələr axımının hərəkəti vəhdət halına əks durar və oval ellipsoid öz sərhədlərini öz gücü ilə tədricən böyüdərdi. Son nəticədə isə yaradan işığını özü ilə, özündə görməzdimi? Onda müddətlər, anlar ardıcılığı pozulardı. Vəhdət pozular, hərəkətlərin bir-biri arasında ardıcılıqları pozulardı. O işıqların, o zərrələrin axını isə yaradanla bərabərliyə yaxınlaşardı. Vəhdət pozular, müddətlə an pozulardı və işıq toplumları kainatda bir topluma gələr. Yeni bir böyük partlayış olar. Kainatlar silkələnər. Bir işıq parçalanıb saysız işıq olardı. İşıq olardı, amma bu yaradıcı işıq olmazdı. Birləşməklə yenilik, birlik olmazdı. Materiya materiallığından çıxardı. Əgər kainatlarda məkanlar öz nüvəsi ilə özlüyü passiv olardısa, cəm kainatlarda zərrələr axını passiv olar. Kainatların vəhdət hərəkətləri çox ləng olardı. Lənglik yaradanla yaranış varlıqları arasında zərrələr axımının hərəkətini ləng edər. Qaranlıqlara qaranlıqlar yenə gələrdi. Qaranlıqlarla kainatlar, kainatlarla ovalın qədəri azalar.
ləncliklər artıq olardı. Yaradan işıq payından bir pay ayırar. Yaradıcılığa yox, qədər payı ayırardı. Yaradandan yaranmışlar bir yerdə durar, hərəkətsizliklər olardı. İşıq öz qədərindədir. Qaranlıqlar da öz qədərindədir. Bu qədərlər sizin dediyiniz kainat planetlərindəndir və əsaslarındandır. Qaranlığa işıq səpələndi, qaranlıq işıqlandı. Gecə ilə gündüz də qədərdir. O bir yaddaşdır. Yaranmışlara yaddaşdır. Ağ geyimlilərə, kainatlara, bəşərə yaddaşdır. Qaranlıq idi, işıq etdim. Qaranlıqlara işıq səpdim. İşıqlı etdim. Gecə də bir yaddaşdır, gündüz də bir yaddaşdır. Yaranmışlara yaddaşdır. O ilk idi, yaddaşdır. Yəni bəşər bilsin, dərk etsin. Müqəddəslərdən bəşərliyini dərk etsin. Əbədiyyətə qalsın. Əbədiyyət vəzifə deyil. Əbədiyyət var-dövlət deyil. Əbədiyyəti görən bilər. Əbədiyyəti dərk edən bilər. O bir işıqdır. Yaradan ətrafında əbədi bir işıqdadır.